Çox vaxt eşidirik, iman, Allaha iman, Allah Resulü sallallahu aleyhi ve sellem iman. Şək yoxdur ki, əsl iman, yəni imanın mənası, necə ki bunu alimlər qeyd edirlər, mənaca ki, iman nə deməkdir? İman, dilin sözü, qəlbin etiqadı və bədən üzvünün əməli. İman itayətlə artır, asiliklə azalır. Və buna şək yoxdur, dəlil var. Allah Resulü sallallahu aleyhi ve sellem'dən gəlir ki, "El-imanu bid'un ve seb'un aw bid'un ve sittun şu'batan." İman 70 ya 60 şöbədən ibarətdir. Fə afdaluha qavlu la ilahe illallah. O imanın ən üstün dərəcəsi qavlu la ilahe illallah gəlir. Yəni la ilahe illallah kəlməsidir. Və adnaha imatatul əza anit tariq. İmanın ən aşağı dərəcəsi isə yoldan əziyyəti aradan qaldırmaq. Vəl haya'u şu'betun minəl iman. Və həya isə imanın şöbəsindəndir. Və bu hədis açıq aydın bizə göstərir ki, imanın tərifi nədir? Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, iman 60 ya 70 şöbədən ibarətdir. Və bu göstərir ki, iman bölünür. Yəni ibarət nədən? Şöbələrdən. Və necə ki İbn Qayyim rahimehullah mənacı gətirir ki, iman əsl və onun bir neçə şöbələri var və hər bir şöbəsi iman adlanır və namaz imandandır, zəkat imandandır, həc də, oruc da, batini əməllərdir, həya, təvəkkül və s. olan əməllər hamısı nədir? İmandan sayılır. Və buradakı olan qavlu la ilahe illallah, la ilahe kəlməsi nə deməkdir? Artıq dilin sözü deməkdir. İmmətul əzanit tariq, yoldan əziyyət aradan qaldırmaq nə deməkdir? Bədən üzvünün əməli deməkdir. Vəl həya şu'bətun iman, həya isə imanın şöbəsindən. Bu nədir? Qəlbin etiqadı. Demək bu hədisi biz nəyə götürdü? Götürdü ki, dilin sözü, qəlbin etiqadı və bədən üzvünün əməli. Dedik ki, nədir? İman itayətlə artır. Necə ki Allah Subhanahu buyurur ki: "İnnemel mu'minunellezine iza zukirallahu vecilet kulubuhum ve iza tulit aleyhim ayatuhu zadatuhum imanan ve ala rabbihim yetevekkelun. Ellezine yuqimuna's-salate ve mimma razaqnahum yunfiqun. Ulaika humul mu'minun haqqan." Allah Subhanahu deyir: "Həqiqi möminlər o kəslər ki, Allah xatırlandıqda onların qəlbi parça olur, titrəyir. Və onlara Allahın ayəti oxunduqda nədir? İmanları artır və öz Rəblərinə təvəkkül edir. Məhz onlar nədir? Namaz qılırlar və Allahın ruzu verdiyi şeyləri xərcləyirlər və məhz onlar həqiqi mömindirlər." Və baxın burada Allah Subhanahu nə deyir? Deyir ki, Allah xatırlandıqda qəlbləri titrəyir. Allahın ayətləri oxunduqda imanları artır. Və bu göstərir ki, nədir? Həmçində iman artır. Nədir? İtaətlə iman artır. Və ağılla göstərir ki, hər bir şey artan şey isə nədir? Asiliklə də azalır. Və şək yoxdur dediyimiz kimi nədir? İman, dilin sözü, qəlbin etiqadı və bədən üzvünün əməli, iman itaətlə artır və asiliklə azalır. Necə ki bunu biz dəlillərlə götürdük.